Salam, əziz uşaqlar. Bugün attığım sualın izahını verirəm. A, B variantı asandı idi. Orada Z və T izotop idi. Çünki izotopda ona baxaq. Z-də neytron sayı 16 ortada yazırıq. Elektron sayı 16, kütlə eləyir 32. T'də proton sayı 16, kütlə ədədi 34, neytron sayı da 34-dən 16 çıxırıq 18. Biz də dedik ki, izotopun tərifi proton sayları eyni, yəni 16 hər ikisində proton sayı, kütlələri və neytron sayı fərqli. Deməli, Z və T burada izotopdur. Bu B variantının izahı. İndi C variantında bizə L elementi verib. Proton sayı 15, kütlə ədədi 31. Sərgəsiz yazdım. 31. 31-dən də 15 çıxanda 16 da neytron. Deməli, mənim neytronum 16, protonum 15 və L atom. Atomda proton elektrona bərabərdir, elektronum da 15-dir. İndi bizə deyir ki, bunun modelini çək və təbəqələr. Təbəqə çəkəndə diqqətli olaq. Nədə diqqətli olaq? Birinci təbəqə daxildən başlayıraq. Xaricdəki birinci təbəqə deyil. Mərkəzdə yerləşir nüvə. Ətrafda hərəkət edir təbəqələr üzrə elektronlar. Birinci təbəqədə deyir 2 elektron. Çəkdim birinci təbəqə 1 elektron və 2 elektron. İkinci təbəqədə 8 elektron. İkinci təbəqəni çəkdim. İndi burada 8 elektron. 1 elektron, 2 elektron, 3 elektron, 4 elektron. Yəni 8 dənə 5, 6, 7 və 8. Üçüncü təbəqədə isə deyir 5 elektronum var. 1 elektron, 2 elektron, 3 elektron, 4 elektron və 5 elektron. Aha, bu xarici, yəni daxildən başladıq. Daxildən nüvəyə yaxın təbəqə birinci təbəqə adlanır uşaqlar. Diqqətli olun. Mərkəzdə isə nüvədə yerləşir nə? Elektron ətrafdadırsa bizim 3 zərrəciyimiz var. Proton və neytron daxildədir. Proton elektrona bərabərdir demişik atomda. Deməli, mən daxildə 15 dənə də müsbət yük çəkirəm. 15 dənə müsbət yük çəkirəm. O mənim proton sayımdır. İndi uşaqlar düzdür, belə verir, yaxşı çəkmişdilər. Mən o daha düzdür. İndi mən bilmirəm, burada necə çəkəcəm. Mənə balaca qalır. 2, 3, 15 dənə belə müsbət yük çəkməliyəm. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Bu məndə oldu müsbət yüklər. Yəni içərisi müsbət də verə bilərsiniz ki, yəni baxan, bunu yoxlayanlar, çünki açıq suallardır bunlarda, belə deyək. Görsün ki, həqiqətən sən bilirsən ki, müsbət yük protondur. Proton sayı da elektron sayına bərabərdir. Digəri isə yüksüzdür, yəni içəri boş verə bilərsən, o da 16 dənə də içi boş belə şəkil çəkə bilərsən. İndi mən şəkili düzdür, sərgəsi çəkdim. 16 dənə, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, tutaq ki, 13, 14, 15, 16. Məndə üzrlü saymışam, şəkil sərgəsiz çıxdı. İndi digər laf səhifədə mərkəz nüvəni sərgəli mən çəkib atarım sizə yenə də. Laf istəyirsiniz çəkəyik, laf nüvə isə. Yəni şəkil bu formatda verilməlidir. Orada sənə şəkil verəndə ətrafdakı elektron sayı mərkəzdəki proton sayı ilə eyni verməlisən. Yəni müsbət, ortası müsbət olanlar ətrafdakı elektron sayına. Çünki atomda proton elektrona bərabərdir. İndi bizə belə deyək də
Bunu sileyim mən. Bir daha mərkəzdəki nüvəni bir iri formatda çəkək. Bizdə uşaqlar çəkib, onu atmışam mən sizə. Bu tutaq ki, nüvədir. Mən elektronu vermirəm. Elektron ətrafdadır, o mən nüvə hissəsi. Yəni, müsbət çəkmək üçün 15 dənə belə müsbət yük çəkəsən. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Ortasına müsbət yaz. Yəni, bunlar səndə protonlardır. 15 dənə. Yerdə qalan 16 dənə də neytrondur. Neйтronun belə ortası boş ver. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Yəni, bu cür nüvəni çəkirsən, başlayırsan ətrafda da yenə birinci təbəqədə 2 elektron, bax, davam edirsən. İndi məndə burada yer çatmır. 2 elektron, öz də səlqəsi çəkirəm. İkinci təbəqədə 8, üçüncü təbəqədə 5. Yəni, bu sənin doğru çəkim videon olacaq.